Bu Chevrolet Cruze-lardan danışacağım. Deməli, artıq hər kəs bilir ki, Chevrolet Cruze-lara biz proqram təminat eləyirik. Avtomobillərin çoxsunda deməli katalizator yoxdur və buna görə də injektor işığı yanır. İnjektor işıq yandığına görə və başlayır avtomobildə uzaqdan kodlama işə düşmür və yəni bu pultla açar vasitəsilə uzaqdan işə salmaq olmur. Bir şey nəzərinizə çatdırmaq istəyirəm ki, aydınlıq gətirmək istəyirəm ki, əziz izləyicilər. Çox orada yazır ki, injektor işıq yanırsa deməli problemi var. Problemin həllini tapmaqda proqram yazırsınız. Problemin həllinin bir növü var. Ya avtomobildə orijinal katalizatorla təmin etməlisiniz ki, bu da 300 manatdan üzü 1500 manata kimi dəyişir, təmiz orijinaldan söhbət edir. Ya da ki, türk istehsal olan katalizator qoymalısınız. İndi kimin büdcəsinə uyğun. Elə insan var ki, büdcəsi ona kifayət eləyir, həmin müştəri gedir, orijinal katalizator qoyur və avtomobilin injektor işığı sönür. Elə müştəri də var ki, onun imkanı yoxdur katalizatorlarla təmin etməyə. Deməli, biz bu avtomobildə proqram təminat edirik, həm uzaqdan işə salma aktiv olur, həm də ki, injektor işığı sönür. İnjektor işığı da biz hansı problemi görə söndürürük? Katalizator problemini görə söndürürük. Yəni, avtomobildə sabahsı günü babində, sveçada, termostatda, pompada, nə bilim, hər hansı bir şeydə problem olanda injektor işığı yenidən yanacaq. Yəni, avtomobildə yenidən sabahsı günü problemin olduğunu bilmək istəyirsinizsə, narahat olmayın. Sabahsı günü o injektor işığı yanacaq və siz biləcəksiniz ki, problem nədən qaynaqlanır. Biz sadəcə olaraq katalizatora görə söndürürük ki, avtomobildə katalizator yoxdur və buna görə söndürürük ki, avtomatik olaraq uzaqdan işə salma aktiv olsun. Təşəkkürlər, izləmədə qalın.